Bugün belə bir suala baxacaq. Elə və diaqramına görə uyğunluğu tapma. 6-cı saat qurşağı 18-ci saat qurşağı arasında oxşar fərqli cəhətləri tapmağa çalışacaq. Öncə təyin edək ki, 6-cı saat qurşağı neçə dərəcədir, 18-ci saat qurşağı neçə dərəcədir. Biz bilirik ki, hər bir saat qurşağı 15 dərəcədən bir keçir və müəyyən saat qurşağının nömrəsinə uyğun olaraq onu 15 dərəcəyə vurmaqla biz həmin qurşağın neçə dərəcəli orta meridiana sahib olduğunu tapmış olacaq. 6-nı vuranda 15-ə 90. Demək ki, 6-cı saat qurşağı 90 dərəcəli şərq uzunluğu meridianından keçir orta meridianı. Və 18-ci saat qurşağında isə birinci ilk növbədə 24-dən 18 çıxıb fərqi 6 tapıb sonra vuranda yenə 90 dərəcə elədiyi üçün bu demək ki, qərb yarımkürəsindədir 24-dən çıxdığımız üçün və 12-dən böyük olduğu üçün. Ona görə 90 dərəcə qərb uzunluğu götürürük. Belə ətraflı izah edirəm ki, niyə nəyin nə olduğunu şagirdlər anlamış olsunlar. İndi isə gəlin müqayisəmizə. Belə bir kiçik bir sxem çəkmişəm. Fərz edək ki, mərkəzdə 0 dərəcəli Qrinviç meridianıdır. 90 dərəcə şərq uzunluğu şərqdə, 90 dərəcə qərb uzunluğu da qərbdədir. Və bu sxemə əsasən biz aşağıdakı suallara cavab veririk. Qrinviç ilə qurşaq vaxtı fərqi 6 saatdır. Biz bilirik ki, Qrinviç meridianından həm şərqə, həm qərbə doğru 1 saat vaxt fərqi yaranır. Və təbii ki, 6-cı saat qurşağında yerləşdiyi üçün aradakı saat fərqi 6 saat olacaq. Eyni ilə Qrinviç meridianından da digər qərbə doğru da yenə 6 saat fərq olduğu üçün, yəni 24-cü saat qurşağından 6 saat fərq olduğu üçün həmin hal hər iki yarım kürədə yerləşən hər iki saat qurşağına aid olacaq. Yəni həm 6-cı saat qurşağına, həm də 18-ci saat qurşağına aid olacaq bu xüsusiyyət. Deməli, bu birinci xüsusiyyət aid olacaq bizim orta hissədə yazılan oxşar cəhətlərə. Keçdik ikinci suala. Orta meridianın 90 dərəcə şərq uzunluğudur. Bu avtomatik olaraq biz aldığımız nəticədən görürük ki, bu 6-cı saat qurşağına aiddir, yəni birinci dairəyə. O zaman bura yazacağıq 2. Daha sonra yeni sutkanı Qrinviç meridianına görə daha gec qarşılayır. Aha, fərz elədik ki, biz bu Qrinviç meridianıdır və biz bilirik ki, yer kürəsi qərbdən şərqə doğru fırlanır. Yəni, günəş şərqdə çıxır, qərbdə batır, yer kürəsi isə ona qarşı elə bilir, qərbdən şərqə doğru fırlanır. Ona görə ilk sutkanı şərq yarımkürəsi qarşılayır, daha sonra Qrinviç, daha sonra qərb yarımkürəsi. Və ən gec qarşılayan qərb yarımkürəsi olduğu üçün Qrinviç meridianına nəzərə. Demək ki, bizim bu xüsusiyyətimiz aid olacaq 18-ci saat qurşağına. Yazırıq 3. Bura. Daha sonra keçid 4-cü 3 yarımkürədə yerləşir. Təbii ki, bu xüsusiyyət hər ikisinə aid olacaq. Həm 6-cı saat qurşağına, həm 18-ci saat qurşağına. Ona görə bunu orta xanaya yazacağıq. Niyə bunu hər ikisinə aiddir? Çünki biz bilirik ki, meridianlar qütblərdən keçməklə qütbləri birləşdirən çevrələrdir və buna görə də istənilən meridian 3 yarımkürədə yerləşmiş olur. 5-ci qurşaq vaxtı, yəni əyani olaraq belə deyə bilərəm ki, bir meridian xəritəyə diqqət etsiniz göstərir. Həm şimalda, həm cənubda, həm də qərbdə yerləşir. Digər başqa meridian yenə şimal, cənub, şərqdə yerləşir. Yəni üçü mütləq şəkildə özünü doğruldur. Daha sonra keçdik 5-ci. Qurşaq vaxtı Bakının qurşaq vaxtından 3 saat irəlidir. Aha, biz bilirik ki, Bakı 50 dərəcə şərq uzunluğundadır və 50 dərəcəni biz 15-ə böləndə 3-cü saat qurşağını alırıq. Yəni burada qalıq alınır və qalıq böyük olmadığı üçün qaydalara görə elə 3-cü saat qurşağı qalır. 3-cü saat qurşağı ilə də 6-cı saat qurşağı arasında 3 saat vaxt fərqi var. Demək ki, burada söhbət 6-cı saat qurşağına gedir və 5-ci maddəni də biz ona aid etmiş oluruq. Və 6-cı isə sözsüz ki, təbii ki, 18-ci saat qurşağına aid olacaq. Bu da ona görə ki, Amerika və Kanada qərb yarımkürəsindədir və böyük sahəyə malik olan ölkələrdir və 90 dərəcə qərb uzunluğu da onların meridianı da onların ərazisindən keçir. Demək ki, cavabımız olacaq D bəndi. Cavablara diqqət etsək görəcəksiniz.